Uşaqlar, buraxılışı az qalıb və buraxılışda təyin funksiya ilə bağlı sualla mütləq qarşılaşacaqsınız. İki misalımız var. Birində funksiyanın təyin oblastını istəyir. Birinci nəyə baxırıq? Biz bilirik ki, məxrəc 0 ola bilməz. Mütləq x çıx 5-i fərqli 0 yazmalıyıq. X çıx 5 fərqli 0, x fərqli 5. Yəni x 5 qiymətini ala bilməz. Növbəti mərhələdə keçirik surətə. Kök altında x çıx 2 bilirik ki, cüt dərəcədən kök altı mənfi ola bilməz. Amma surətdədir deyə 0 ola bilər. Yəni x çıx 2-ni böyük bərabər 0 yazırıq. X böyük bərabər 2. Həllər çoxluğu 2 müsbət sonsuzluq yox. Biz oradan 5-i çıxartmalıyıq mütləq. Ona görə yazırıq 2-dən 5-ə. 5 daxildir. Birləşmə 5-dən müsbət sonsuzluğa. Olur bizim təyin oblastı. Keçək ikinci misalımıza. Burada bizdən bucaq əmsalını istəyir. Yəni k-nı istəyir bizdən. Bilirik ki, xətti funksiya y bərabər kx plus b-dir. Yəni biz y-i tapmalıyıq ki, oradan bucaq əmsalını tapa bilək. Sadələşdirək. 5y bərabərdir mənfi 4x üstə 20 və hər tərəfini 5-ə bölək. Mənfi 5-də 4 x üstə 20 böl 5. Yəni mənfi 0.8 x üstə 4. Bucaq əmsalı bərabər oldu mənfi 0.8-ə. Hər birinizə uğurlar.